Avstraliyanın New South Wales Universitetinin bilim adamları Professor Daniel Mansfield və Norman Wilderbergin rəhbərliyi ilə aparılan araşdırmaların yekununda 3700 illik Babil gil lövhəsinin kodunu deşifrə ediblər. Bu lövhə Plimpton 322 adlanır. Alimlər lövhənin dünyanın ən qədim trigonometrik cədvəli olduğunu aşkar ediblər. Hazırda trigonometriyanın qurucusu eramızdan əvvəl 120-ci ildə yaşayan Yunan filosofu Hipparx olaraq tanınır. Amma gil lövhədəki trigonometriya Hipparxın kəşfindən 1000 il əvvələ aiddir. Eyni zamanda lövhə sübut edir ki, Babillilər Pifaqor teoremi kimi tanınan riyazi hesablamanı da öncədən bilirmişlər. Bildiyimiz kimi düzbucaqlı üçbucaqda düz bucaq qarşısındakı tərəf hipotenuz, ona bitişik tərəflər, yəni iti bucaqlar qarşısında duran tərəflər isə katetlər adlanır. Pifaqor teoreminə görə düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Lövhədəki yazını da onluq say sisteminə çevirəndə görürük ki, alınan rəqəmlər 60, 80, 100-dür. Yəni məşhur Pifaqor üçlüsü kimi. Zamanı ölçməkdə istifadə edildiyi kimi baza 60 sistemində yazılmış bu kiçik gil lövhədə Pifaqor üçlüyünün siyahısı, bucaqlar və dairələr əvəzinə nisbətlərə əsaslanan yeni trigonometrik yanaşma var. Belə ki, yazılar 4 sütun 15 sətirdən ibarətdir. Ehtimal edilir ki, Babillilər bu sistemdən məbədlər, kanallar və hətta zikkuratlar kimi memarlıq işlərinin inşasında istifadə edirdilər. Başqa ehtimallara görə isə riyaziyyat təlimi cədvəli və ya aritmetik hesablamalar üçün bir vasitə olmuşdur. Tədqiqatçıların fikrincə, bu qədim üsul bəzi hesablamalar üçün müasir trigonometriyadan daha dəqiqdir. Plimpton 322 qismən zədələnmiş halda tapılıb. Təxminən 13 sm enində, 9 sm hündürlüyündə və 2 sm qalınlığında olan lövhə Amerikalı arxeoloq Edgar Banks tərəfindən 20-ci əsrin əvvəllərində indiki İraqın cənubunda kəşf edilib. New York naşiri və kolleksioner George Arthur Plimpton bu lövhəni təxminən 1922-ci ildə Edgar Banksdan almış və 1930-cu illərin ortalarında kolleksiyasının qalan hissəsi ilə birlikdə onu Kolumbiya Universitetinə vermişdi. Qeyd edək ki, artefakt onun adını daşıyır. Sonda deyə bilərik ki, bugünün insanına yeni və möhtəşəm kimi görünən hər kəşfin, ixtiranın özülündə müəyyən araşdırmalar aparıldıqdan sonra keçmiş sivilizasiyaların dayandığını görürük. Deməli, inkişaf ancaq müasir texnologiyalardan asılıdır fikri kökündən yanlışdır. Bəlkə də bu kəşf bizə anladır ki, keçmişə dönmək, özümüzə qayıtmaq zamanı yetişib. İnsan yaradılışı etibarilə çox kamil və bilgili xəlq olunub. İnsanlığın keçmişini öyrənib, ona sahib çıxıb, onun bünövrəsində gələcəyə addımlasaq, o zaman bizimlə elm arasındakı sir pərdəsi də aradan qalxa bilər.